Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb. 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini Görməngəlli 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Ötən dövr ərzində itkin düşən qadının axtarışları davam etdirilib. Ötən gün həmin şəxsin öldürülərək Xaçmaz rayonunun Xaspoladoba kəndi yaxınlığında meşədə bastırıldığı məlum olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Görməngəlli qadını öldürən Xaçmaz rayonunun Xaspoladoba kənd sakini olan taksi sürücüsü Rəhmətov Xəqani Vahidoğlu polis tərəfindən saxlanılıb. Mənim bacım qətlə yetirilib şofer tərəfindən. Şofer tərəfindən onu amansızcasına, onu əziyyətlə öldürüb, əziyyətlə. Özü çıxıb gedib küçənin başına, bu taksi şoförü keçəndə əl eləyib buna. Bu da 5 manat verib buna ki, mənə apar PMK-nın yanında düşürt. Bu da bunu aparıb düşürtməyib orada, gedib bunun üçün bir dənə kontur alıb. Kontur alıb, kaşloku açanda görüb bunda 1000 manat pulu var. Kaşlokunda pulu var. Bacınızın? Bacımın, pensiyasını alırdı, yığırdı da özü için. Onu götürüb, aparıb, qulağında da qızıl sırğası olur, üzüqü olub parmağında. Onları da soyub, götürüb, şeyləri də, pulları da götürüb, aparıb Xaspoladobanın meşəsinə. Orada deyir ki, maşından itəliyib atdım yerə. Sonra gəldim, baxdım ki, gördüm ölür. Sürüyüb aparıb atdım meşəyə. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.